Qızlar yığışın gəlin, çünki möhtəşəm bir krem hazırlayırıq. Tam dondurma dadındadır. Bunun üçün 2 stakan yarım südü qazana əlavə edib, üzərinə 2 yemək qaşığı nişasta, 2 yemək qaşığı un, 5 yemək qaşığı şəkər tozu, 1 ədəd yumurtanın sarısını əlavə edib yaxşı-yaxşı qarışdırırıq və vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Qarışım tam qatılaşana qədər, axırda demək olar ki, qaşığı içində qarışdırmaq olmur. O yerə qədər dayanmadan qarışdırırıq və altını söndürüb üzərinə 50 qram kərə yağı, 1 paket vanil əlavə edib yaxşıca qarışdırırıq yağ əriyənə qədər. Yağımız əridikdən sonra isə başqa bir qaba boşaldırıq, çünki qazanın istiliyi hələ də qalmış olur. Başqa bir qazana boşaldıb, üzərini heç tərəfindən hava girməyəcək qədər pingvin klokla və ya streçlə bağlayırıq. Soymağa qoyuruq. Digər bir qabda isə 2 paket krem şantinin üzərinə 1 stakan buz kimi su əlavə edib yaxşıca krem şantimizi çırpırıq və soymuş kremlə krem şantini qarışdırıb yaxşıca mikserləyirik. Hazırlamağı bu qədər sadədir. Hazırlayan hər kəsə indidən nuş olsun.